Salam, sonuncu mik sınavımızın izahına baxaq. Deməli, birinci qarşılıqlardan ibarət bir sualdır. Birinci qarşılığımızın içində x və y elementləri var, maddələri var. Y-in kütlə payı 25%-dir. Əgər y 25%-dirsə, deməli 75%imiz də x-dir. Buradan 25x bərabərdir 75y, x bərabərdir 3y bərabərliyini taparıq. Daha sonra y və z-dən, y əgər 10%-dirsə, x də onda, z də onda bizim qarşılığımız 90%-dir. Deməli 90y bərabərdir 10z. Buradan z bərabərdir 9y-ə. İndi əgər qarşılığımız x və z-dən ibarətdirsə, 3y üstə gəlmək 9y, deməli qarşılığımızın kütləsi 12y imiş. Burada x-in kütlə payını istədiyinə görə 3y vurmaq 100, bölmək 12y, bu da elədi 25%. Növbəti sual, deməli bizə kinetik tənlik verilib, buna uyğun reaksiyanı istəyir. Aydındır ki, reaksiyaya girən hər iki maddəmiz qaz halında olmalı, x-in də əmsalı 3 olmalıdır. B bəndindəki x-in əmsalı 3 olsa da, indeksində B var, yəni bərkdir. Gəldik üçüncü suala, bizə normal duz verib, duzun dissosiasiya və hidroliza mərhələlərinin cəmi 4-də oksidləşmə dərəcəsini tapmaq istəyir. Əgər normal duzdursa, deməli dissosiasiya mərhələmiz 1-dir, o zaman hidroliz mərhələlərimizin sayı 3-dür. Bilirik ki, bu duz turşuya görə yox, aniona görə yox, kationa görə hidroliz eləyər. Çünki perxlorat qalığı qüvvətli turşunun qalığıdır. Demək ki, onda bu 3 mərhələdə burada 3 var ki, OH hissə özünə çəkib. Demək ki, bu bizim 3 yüklü iyonumuzdur. Kükürdün hansı maddə ilə reaksiyası əks öz-özünə? Təbii ki, sulfat turşusu ilə. Sulfat turşusu kükürd reaksiyasından SO2 alınır ki, burada kükürdümüz müsbət 6-dan gəlir müsbət 4-ə, həmçinin 0-dan müsbət 4-ə. Növbəti sual, saxarozanın hidrolizi. Saxaroza C12H22O11 hidrolizi zamanı özünə bir molekul su birləşdirib, 1 mol alfa qlukozaya və 1 mol da beta fruktoza əmələ gətirə bilər. Alfa qlukoza və beta fruktoza qalıqlarından ibarətdir və qlukozanın da qıcqırmasından deməli C2H5 OH və 2 mol da karbon qazı ayrılar. Demək ki, buradan 1 mol saxarozadan biz 2 mol turşu spirt ala bilərik və hələ ki biz spirtin kütləsini tapacaq. Deməli, saxarozanın 1 molunun kütləsi 342-dir. Hər iki vahidi kiloqrama keçirdə bilərik. Buradan 2 vurmaq 46 alınardı. 17,1 də x bərabərdir 4,6 kiloqram. Buradan deməli həcmi hesablamaq istəsəm, kiloqramı çevirim qrama, çünki millilitrlə verib. 0,8-ə bölsək, deməli 4600-ü böldüm 0,8-ə. Bu 5750 millilitrdir. Bunu da litrə çevirsək, 1000-ə bölərik 5,75. Cavabımız B variantı. Gəldik növbəti suala. Növbəti sualda bizdən nə istəyir? Növbəti sualda Hindistan şorası, yəni kalium nitrat, ammorfoz NH4, H2PO4, diammorfoz NH4, 2HPO4 sayıla bilməz, ortaq xüsusiyyət deyil. Mürəkkəb gübrədilər bu ortaq xüsusiyyətdir. Minerallar şəklində tapılan, deməli, kalium nitratdır. Amoniumun nitratları mineral şəklində tapılmır. Ortaq xüsusiyyət deyil. Hər birinin 1 molunda 64 qram oksigen, burada 48-dir. Hər birinin tərkibində azot var, bu doğrudur. Tuş duzlardır. Bu ikisi tuş, amma kalium nitrat normal duzdur. Cavabımız bu. Növbəti sual məsələdir. Karbon disulfid və propanın. Karbon disulfid
yandırsam karbon qazı və SO2 alınacaq. X mol götürək və Y molda propan götürək. C3H8. Oksigen də yandı. 3 mol karbon qazı. Bura 2 yazsaq, bura bir 3 düşür. 4 mol su alındı və burada 5 düşdü əmsal. İndi əgər X molun yandırsaq, X mol karbon qazı, 2X da SO2 alınar. Y budursa, buradan da 3Y qaz alınır və 4Y də su. Qaz qarışığın propan tam yanma reaksiyasından sonra alınan qazların mol sayı bərabərdir. Yəni X üstə gəlmək 2X bərabərdir 3Y-ə. 3X bərabərdir elə 3Y-ə, X bərabərdir Y-ə. Deməli biz karbon disulfidlə propanın mol miqdarlarını eyni götürmüşük. Onda nəzərə alsam ki, hərəsindən elə 1 mol ki, reaksiyam düz cavab verər mənə. Yəni məsələmin cavabı düz olar. 1 mol karbon disulfid götürmüşük. Buradan 1 mol karbon qazı, 2 mol kükürt dioksid, 1 mol da propandan 3 mol karbon qazı. Deməli ümumi qazımız oldu 6, 4 mol da su alındı. Cavabımız 1,5. Növbəti sual, hansı fikir doğrudur? Oksigen atomunun 6 valent elektronu var. Bəli, aminlər əsasi xassədir. Kalium daha fəaldır. Qazların həll olması eksotermikdir. Soyuq suda yaxşı həll olurlar. Deməli, suyun istiliyini biz almalıyıq. Atomun radiusu artdıqca elektron mənfiliyi artmaz. Əksinə, özünü elektron birləşdirmə qabiliyyəti aşağı düşür. Növbəti məsələmiz deməli 4 malyar 200 milli nö bərabərdir. 4 vurmaq 0,2, bu 0,8, 3 nö bərabərdir 3, vurmaq 0,3, bu oldu 0,9. Reaksiyaların yazsaq, dəmir 3 nitratla kalium hidroksidin. Deməli, burada 3 mol kalium nitrat və 1 mol da dəmir 3 hidroksid ayrılırdı. İndi deməli 1-in 3-ə nisbətdə reaksiya gedirsə, deməli əgər 0,9 bizim kalium hidroksidimiz varsa, buna 0,3 mol kalium dəmir 3 nitrat sərf olunacaq. Deməli 8 mol dəmir 3 nitratdan elə 0,8 mol dəmir ionları bundan 3 dəfə də artıq 2,4 mol da nitrat ionları ayrılardı. Nitrat ionlarının məhlulda qatılığı necə dəyişəcək? Mol miqdarı dəyişməyəcək, çünki çöküntü əmələ gətirmir. Amma məhlulumuz artıq 200 və 300. Yəni 0,5 litrdir. Ona görə də qatılığımız qalxıb olacaq 4,8. Kalium ionlarının qatılığı da sadəcə bu səbəbdən dəyişəcək. Biz 0,9-u böləcəyik 0,5-ə, bu 1,8 və gəldik sonuncu dəmir ionlarının qatılığını hesablayanda nəzərə alsaq ki, onlardan artıq 0,3-ü çöküb 0,5 bölmək 0,5 böləcək B bəndi. Növbəti sual, 2 atomlu doymuş spirtlərin homoloji sırasının 3-cü nümayəndəsi. 2 atomlu doymuş spirtlərin 1-ci nümayəndəsi etilen glikoldur. Onun da içində 2 karbon olduğuna görə 3-cü nümayəndəmizin içində artıq bizim 4 karbon atomumuz var. CH2OH, CHOH, CH2, CH3 bir molekulda olan rabitə yaradan ümumi orbital. Rabitə yaradan ümumi orbital deyəndə karbon atomları sp3-dür. Ona görə hər karbondan 4, oksigenin hidrogenlərdən 10, çünki ümumi formulumuz CN H2N plus 2O2 şəklindədir. Oksigenlər də burada sp3 hibridləşmədədirlər və rabitə yaradan hər oksigendən 2 orbital gəldiyinə görə 4 və cəmdə oldu 30. Hansı fiziki hadisədir? Təbii ki, yodun sublimasiyası fiziki hadisədir.
Növbəti məsələ kütləsi 29,2 qram olan stirolun polimerləşmə məhsulu. Stirol C6, H5, CH, 2 qat rabitə CH2 alındı. CH, CH2, C6, H5, N. İndi bizə bu qədər verir ki, makromolekulunda bu qədər, makromolekulun sayı bu qədərdir. Yəni N-in sayı bu qədərdir, polimerləşmə dərəcəsi və makromolekulun sayı bu qədərdirsə, biz kütləni tapa bilərik ki, burada nə qədər kütlə polimerləşib. 1,500 13/23'ü böldüm 6,2 vurulsun 13/23'e. Burada qaldı 0,25 mol deməli makromolekulum var. Onda 0,25'i deməli bir kütləsinə vuraq. C8, H8, burada 12 vurmaq 8, üstə gəlmək 8. Bu eləyəcək 104, 104'e vursam bu elədi 26. Deməli 26 qram polimerləşib. Onda 29,2'dən 26'nı çıxanda 3,12 polimerləşməyib. Cavabımız A bəndi. Gəldik növbəti suala. Növbəti sualda bizə x müsbət 3'dən gördüyümüz kimi gəlib burada x müsbət 6'ya. Sonra y isə deməli x elektron verib. Y isə burada müsbət 7'dir. Y gəlib müsbət deməli müsbət 4'e. Reaksiyası üçün hansı ifadələr doğrudur? Y-in 1 molu 3 elektron alır. Y müsbət 7'dən əgər müsbət 4'e gəlibsə, bəli 3 elektron alar. X-in 1 molu 3 elektron verir. Bəli. Y oksidləşdirici, X reduksiya olunur, X reduksiya olunmur, reduksiya edicidir. Reaksiya neytral mühitdə gedir. Gördüyümüz kimi başlanğıc tərəfdə nə H, nə də OH iyonları yoxdur. Ona görə bəli, cavabımız Y var. Deməli, növbəti sualımız ortofosfat turşusu verilib. Molekulunda olan ümumi elektronlar və rabitə yaradan elektronlar. Deməli, H3PO4'də rabitə yaradan elektron 8 rabitəmiz var. Hər rabitəni əgər 2 elektron yaradırsa 16 elektronumuz var. Buradakı ümumi elektron sayı isə 3 üstə gəlmək 15, üstə gəlmək 8 vurmaq 4, 32 üstə gəlmək 18, bu elədi 50 və indi bizdən y bölmək, yəni 16 bölmək 50 istəyirsə cavabımız 0,32. Növbəti sual, hansı bəsit maddələrin birbaşa qarşılıqlı təsirindən alınan oksidlər? NO2-ni bəsit maddələrdən ala bilmirik. Kalium oksidi də, SO3-ü də, oksigen fluoridu da. Burada gümüş oksigenin özü ilə reaksiyaya girməsə də, azonla reaksiyaya girəndə bizə oksid və oksigen verir. Ona görə cavabımız D variantı. Növbəti sual, deməli, azot hidrogenlə reaksiyaya girdi. Amonyak. Azota görə sürət 0,16'dır. Həcmi 1 litr olan qabda x mol azot və 12 mol hidrogen baş verən reaksiyada 5 dəqiqədən sonra ilkin maddələrin qatılığı eyni olarsa, başlanğıc qabda ümumi neçə mol qaz olmuşdur?
Deməli, N2 üstə gəlmə 3H2 alındı 2 NH3. X buradan var, 12 buradan var. 5 dəqiqədən azota görə sürət 0,16-dır. Azotdan deyək ki, A qədər sərf olundu. Bu zaman 3A da hidrogendən sərf olundu. X minus A azotdan qaldı. 12 minus 3A qaldı bizdə hidrogen. Deməli, şərtə görə başlanğıclar bərabərdir. X minus A bərabərdir 12 minus 3A'ya. Buradan deməli X bərabərdir 12 çıxmaq deməli 2A. Bu azotdur. İndi nəzərə alaq ki, bizdə azota görə sürət verilib 0,6. Deməli, azota görə sürət 0,6 bərabərdir. Azotun sərf olunan miqdarı nə qədərdir? A. Nə qədər vaxt keçib? 5 dəqiqə. Onda A nəyə bərabərdir? 3-ə. 5 dəqiqə azotdan 3 mol bölünsün litr sərf olunub. Onda deməli başlanğıcda azotdan nə qədər var imiş? 12 çıxmaq 2 vurmaq 3. 6. Deməli 6 mol azot var imiş. 12 mol da hidrogen. Deməli 18 mol qaz başlanğıcda var imiş bizdə. Növbəti sual. Hansı maddədə hər iki maddə OH qrupu saxlayır? Metanal saxlamır, kumol saxlamır, metanal yenə saxlamır, kiselol da yoxdur, süd turşusu və çaxır turşusu. Çaxır turşusunun içində 2 funksional qrup var. Həm karboksil qrupları var, həm də CHOH, CHOH. Bu şəkildə OH qrupları da var. Növbəti sual. Əmələ gətirdikləri birləşmədə deməli X bölmə Y 8 bölünsün 1 olarsa maddənin formulunu müəyyən eləyin. Nisbi atom kütləsinə görə deməli X Y-dən gördüyümüz kimi 4A bölmək A. Yəni 4 dəfə böyüdür. İndi əgər X ilə Y-in arasındakı kütlə fərqi 8 dəfə olubsa, deməli bizim X-imizdən 2, Y-imizdən də 1 mol götürülüb. Növbəti sual, deməli C3H6 və C2H6-dan ibarət 6 mol. X deyək Y və kənardan yazaq X plus Y bərabərdir 6. 25 mol oksigen sərf olundu. C3H6 oksigen də yandı. 3 mol karbon qazı əmələ gəldi. 3 mol su əmələ gəldi. 6 üstə gəlmək 9. 4/5 də düşdü bura. 4/5'dir. Deməli, X moluna 4/5 X oksigen bura sərf olundu. C2H6 üstə gəlmək O2. 2 mol karbon qazı, 3 mol su əmələ gəldi. 4 üstə gəlmək 3. Bu oldu 7. Bu da oldu 3/5. İndi Y və 3/5 Y də burada oksigen. Və 25 mol oksigen sərf olunub. Deməli 4/5x üstə gəlmək 3/5 y bu da bərabərdir 25-ə. Sistem tənliyimiz x plus y bərabərdir 6-ya. Hər tərəfi vuraq 3/5-ə. Ləğv eləyək. 3/5. Onda oldu 4/5x, 3/5y, 25. Bu oldu 3/5x, üstə gəlmək 3/5y.
Bura oldu 21. Tərəf-tərəfə çıxanda ixtisar gedəndən sonra qaldı 1. X bərabərdir 4-ə. X 4-ə bərabərdirsə, Y də 2-yə bərabərdir. Etanın əvəz etmə reaksiyasına daxil olması üçün lazım olan xlor qazının mol miqdarı deməli o zaman bu da olar 12 mol. Sonra bizdən nə istəyir? Bizdən dəmiri korroziyadan qorumaq üçün özündən daha aktiv olan bir metal çəkmək lazımdır. Növbəti sual, 3-cü dövrün S elementinin elektronları ümumi elektronların 40%-ni təşkil edirsə. 3-cü dövrdə maksimum bizim 6 S elektronumuz ola bilər. 6 40%-ni təşkil edirsə, deməli ümumi elektronlarımızın sayı olar 15. Demək ki, söhbət deməli 2, heç belə deyim 8, 5. 5-ci qrup elementindən gedir. Baş oksidində X2O5 olsun və 1 molunda olan elektron sayı 2 vurmaq 15 üstə gəlmək 5 vurmaq 8. 40 üstə gəlmək 30, bu da elədi 70. Növbəti sual, glisin və alaninin reaksiyasından almış tripeptidin kütləsi mümkün qiymətlərdən ən kiçiyidir. Glisin NH2, CH2, COH, alanin NH2, CH2, 2 ədəd COOH. Təbii ki, alfa amin taşıdır bu. Daha doğrusu, daha düzgün yazaq formulu. Deməli, NH2, CH2, COH, CH3, CH, NH2, COH. Bu oldu bizim glisinimiz. Daha doğrusu alanimiz. Bunun kütləsi 75, bu 89. Tripeptid deyirsə və ən kiçik deyirsə, onda deməli burada 2 mol bizdə var glisin, 1 mol alanin və 3 dənəsi tripeptidsə 2 mol da su çıxıb. Bu tripeptidin 1 molunun kütləsini hesablayaq. Bu oldu 203. Tripeptidin 1 molekulunda olan rabitə yaradan hibrid orbital sayı, kütləyə heç ehtiyacımız yox imiş. Deməli, tripeptidi yazaq. NH, CH2, CO, deməli NH, deməli burada oldu CH, CH3, CO və bir dənə də yenə NH, CH2, COOH. Bu oldu bizim tripeptidimiz və burada indi rabitə yaradan hibrid orbitalları hesablayırıq. Deməli, azot sp3 hibridləşmədədir. 3 orbital buradan gəlir, çünki 3-dən istifadə edir. Bu karbondan 4 orbital, bu karbondan 3 orbital, yenə də 3 orbital, 4 orbital, 4 orbital, 3 orbital, 3 orbital, 4 orbital və 3 orbital. Deməli, 3-ləri hesablayın. 1, 2, 3, 4, 5, 6, 18 buradan gəldi. Sonra karbonlardan hesablayaq. 1, 2, 3, 4. 16 da buradan gəldi. Və bu da oldu 34. Gəldi növbəti suala. 6 qram hidrogenin artıq miqdarda karbonla reaksiyasından ayrılan istiliyin miqdarını hesablayın. Deməli, bu reaksiyanın istilik effektindən CH4-ün əmələ gəlməsini hesablaya bilərik. 890 bərabərdir.
394 üstə gəlmək 572. Buradan da çıxırıq deməli x-i. Və x bərabərdir 966 çıxmaq 890 76. Deməli, karbon plus 2 mol hidrogen CH4 reaksiyasının istilik effekti də 76 oldu. Çünki 1 mol maddəmiz əmələ gəlib. İndi əgər 2 qramdan 76 ayrılırdısa, daha doğrusu 4 qramdan 76 ayrılırdısa, 6-dan x və bu da eləyəcək 114. Növbəti sualımız fenol və benzol molekulların 1 molu üçün ortaq sayıla bilər. C6H6 və C6H5OH üçün. Adi şəraitdə bromlu su ilə reaksiya deyil. Karbon atomlarının sp2 hibrid orbital sayı bəli, hər ikisində 6 karbon. Adi şəraitdə bu mayedir, bu bərkdir. Atom sayıları gördüyümüz kimi bir oksigen artıqdır. Nitrat turşusu ilə 2, 4, 6 vəziyyətdə fenolda, bir vəziyyətdə əvəzlənmə isə benzolda gedir. Növbəti sualımız sink və sink oksiddən ibarət qarışığın 52 qramına xlorid turşusu ilə təsir etdikdə ayrılan qazın yanmasından 3,6 qram su yaranırsa, qarışıqda oksidin kütlə payını faizlə hesablayın. Deməli, sinkin təbii ki, xlorid turşusu ilə reaksiyasından sink, xlor 2 və H2, buradan da H2 üstə gəlmək O2, H2O, 2 bura, 2 bura. Deməli, əgər bizim 2 mol hidrogenimiz olsaydı 36 qram su alınardı, 3,6-dırsa, deməli 0,2 mol hidrogenimiz ayrılıb. 0,2 mol hidrogen, deməli, əgər 1 mol hidrogen 65 qramdan çıxırdısa, x bərabərdir 13 və onda 13 qramı sinkdirsə, 52-dən 13 çıxsa, 39 qramı da bizdə deməli oksiddir. 39 vurmaq 100 bölmək 52. Bu da 75%. Növbəti sual X, Y, Z halogenlərindən Z-in radiusu Y-dən böyükdür. Böyük radius daha aşağıda yerləşir. O zaman Y, Z. X-dan kiçikdir, X daha aşağıda. T2 ən asan elektron alır, T-ni ən yuxarıda. Hansı qaz halında deyil? Deməli, onda son ikisi qaz halında deyil. Yəni, B bəndi. Gəldik növbəti suala. Həll olma əmsalı 1000 qram bölünsün litr olan duzun 500 qram x faizli məhlulu ilə 250 qram qalana kimi buxarlandırılır. Üzərinə 50 qram duz əlavə etdikdə doymuş məhlul hala keçir. Deməli, doymuş məhlulumuzun kütləsi nə qədərdir? 250 plus 50, 300 qram doymuş məhlulumuz var. Biz ilk məhluldakı x-i hesablamalıyıq. İndi əgər bizim həll olma əmsalımız 1000-dirsə, deməli, bu duzun 2000 qramlıq məhlulunda 1000 qram həll olan var idi. İndi 300 qram həllində nə qədər həll olan olar? X bərabərdir 3 vurmaq 1000 bölmək 2000. Bu oldu 150. Nəzərə alaq ki, bunun 50-sini sonradan əlavə eləmişik. Deməli, başlanğıcda burada bizim 100 qram maddəmiz var imiş. Bunda olur, deməli, 20 faizli məhlul.
Soram növbəti məsələ, deməli, növbəti məsələdə 5 molar natrium OH məhlulunda qələvinin kütlə payı 20% olarsa, məhlulun sıxlığını tapın. O zaman C bərabərdir rho vurmaq omega vurmaq 10 bölmək M düsturundan, deməli omega bərabər, daha doğrusu rho bərabərdir C vurmaq M bölmək omega vurmaq 10. 5 vurmaq 40 bölmək 20 bölmək 10. Yuxarı elədi 200, bunda 200, bu da elədi sıxlığımız 1 qram bölünsün millilitr. Növbəti sualımız X maddəsinin oksigende yanma reaksiyasının istilik effekti ədədi qeydmətçi X-in yanma istiliyinə bərabərdir. Bu, yəni yanan halda, deməli X oksigende yananda 1 molundan elə 1 molda mürəkkəb maddə alır. Bu da sadəcə kükürt və karbon üçün xarakterikdir ki, 1 mollarının yanması reaksiyasında əmələ gələn maddə də 1 moldur. Hansı polikondensləşmə reaksiyasının məhsulu deyil? Enant lifi polimerləşmə ilə alınır. Naylon lifi tamamilə polimerləşmə ilə alınır. Lafsanda fenolformaldehiddə. Asetat ipəyi isə polimerləşmə deyil, poliefirləşmə reaksiyasıdır. Niyə görə? Çünki asetat ipəyində bizim selülozamız artıq özü polimer şəklində mövcuddur və biz bu polimerə əlavə olaraq nitrat turşusu əlavə edirik. Yəni əlimizdə olan hazır polimer məhsulunun üzərində bu artıq düzdür, alınmış söhbət əgər getsəydi nişastadan, daha doğrusu selülozadan, selülozada asetat ipəyi yeri gəlmişkən burada mən nitrat turşusu yazdım. Düz yazaq. Deməli C6H10O5 N üstə gəlmək sirkə turşusu. Deməli selülozamız polikondensləşmə ilə alınıb. Artıq əlimizdə bir polimer var. Polimer maddə var. Yüksək molekullu lif var. Və biz bu lifdə müəyyən bir modifikasiya eləyirik. Nə edirik? OH qruplarını əvəz eləyirik turşu ilə, yəni efirləşmə reaksiyasına daxil eləyirik. Yəni mövcud olan polimer zəncirdə müəyyən bir dəyişikliklər aparırıq. Burada polikondensləşmə odur ki, məsələn fenolla formaldehiddə kiçik molekullu birləşmə bir-biri ilə davamlı olaraq birləşir, bir böyük molekul əmələ gəlir və yəni makromolekulu biz yaradırıq artıq. Bu iki kiçik molekullu maddə yaradır. Amma burada artıq bu reaksiyada bizim məhsullarımızdan biri artıq hazır polimerdir. Ona görə də biz buna polikondensləşmə deməyəcəyik. Hazır mövcud polimerin reaksiyası deyəcəyik. Ona görə də bu polikondensləşmə reaksiyası deyil. Çünki burada biz ilk başlanğıc məhsulumuz ikisi də kiçik molekullu birləşmə deyildi. Gəldik 32-ci suala. Hansı reaksiyadan bəsit halda maddə almaq mümkün deyil? Termit qaynağı mümkündür. Deməli, bəsit halda metal almaq mümkün deyil. Burada yenə də mis alınır, xrom alınır, Wöhler üsuludur, alınır. Bu reaksiyada isə alınmır, Y bəndi. Gəldik növbəti sualımız. Generator qazı, sintez qazı X, Y, Z və X
Generator qazı bilirik ki, azot və dəm qazından, sintez qazı isə dəm qazı və hidrogendən ibarətdir. Və deməli X indi aralarında eyni olan dəm qazıdır. Onda X azotdur. Daha doğrusu Y azotdur. Z hidrogendir. Y zəhərli qazdır, xeyr. Y-dən elektrik lampalarında bəli inert mühit yaratmaq üçün istifadə olunur. Növbəti sualımız deməli bir atomlu spirtin 14,8 qramının mis-2 oksidlə tam oksidləşməsindən 14,4 qram aldehid alınır. Deməli biz bilirik ki, aldehid spirt aldehidə çevriləndə hidrogenin itirir. Yəni 1 molu 2 qram kütlə itirməli idi. İndi baxıram ki 14,8, 14,4 qalıbsa nə qədər kütlə itirib? 0,4 qram. Deməli son qarışığın verilmiş gümüş bir oksidin amonyaklı su ilə reaksiyasına ən çox neçə qram metal alınır? Deməli mən onda aldehidin mol miqdarını tapa bilərəm. Əgər 2 qram hidrogen ayrılmış olsaydı, bizim 1 mol aldehidimiz alınardı. 0,4 olubsa X bərabərdir 0,2 mol aldehid. Aldehidlərin də bilirəm ki, gümüş bir oksidin amonyaklı su ilə məhlulundan alınır turşu və 2 mol gümüş. Deməli 1 mol aldehidimiz reaksiyaya girsəydi, neçə qram metal 2 vurmaq 108 alınardı. İndi 0,2 gedib X deməli 0,4-ü vuraq 108-ə, bu da 43,2. Sonra gəldik dezoksiribozanın açıq zəncirli molekulunda asimetrik karbon atomlarının sayı ümumi karbon atomlarının neçə faizini təşkil edir? C5 H10 O4-dür. Deməli CH2 OH, CHOH, CHOH, C. H2 belə bir formulumuz var. Asimetrik burada sadəcə 2 dənə karbonumuz var. Və deməli ümumi karbon atomlarının 5 karbon atomumuzdan ikisidirsə, bu da təbii ki 40% olacaq. Növbəti sual, tarazlıq sabiti 0,5 olan 2x, y, z reaksiyasında tarazlıq qatılıqları nisbəti maddələrin əmsalları nisbəti kimi olarsa, başlanğıc qiymətləri tapın. Deməli, onda 2a əlimizdə x qalıb, a qədər y qalıb, 2a-da z olub, onda 0,5 bərabərdir 4a kvadratı bölmək 4a kvadratı vurmaq a. İxtisar gedəndən sonra deməli a oldu 1 bölmək 0,5, bu da oldu 2. İndi əlimizdə demək ki, əgər 4 mol bölünsün litr Z ayrılıbsa, Z əmələ gəlibsə, buna 2Y sərf olunar, 4 də X sərf olunar. Nəzərə alsaq ki, 4 qalıb əlimizdə, buradan da 2 qalıb, onda deməli burada 4 imiş, burada 8 imiş, cəm soruşduğuna görə B bəndi. Növbəti sual, amonium ionunda donor atomun mübadilə mexanizmi. Amonium ionu
Burada mübadilə mexanizmi ilə əmələ gələn rabitələrimiz budur. Sonuncu rabitəmiz bu şəkildə yarandı. Deməli, donor atomun mübadilə mexanizmi ilə rabitələrin əmələ gəlməsinə sərf olunan elektronlar ionun ümumi elektronlardan neçə faizini? Ümumi elektronlarımız 10 ədəddir. Buradan donor 3 elektronun mübadilə mexanizminə sərf edib. Deməli, bu da eləyəcək bizdə 30%. 30%. Növbəti sualımız karbonun kütlə payı 60% olan doymuş bir atomlu spirtin. Doymuş bir atomlu spirtlər CnH2n+2 O düsturuna tabi edilir. 12 burada 60%-imizi təşkil edirsə, onda 18 plus 2n-də bizim 40%-imizi təşkil edər. Deməli, ixtisar gedəndə burada 3, burada 2, 24n bərabərdir. 54 üstə gəlmək 6n. Buradan 18n bərabərdir 54, n bərabərdir 3. Deməli, söhbət C3, H7, OH-dan gedirdi. Oksidləşməsindən keton alınırsa, deməli, onda 2 spirtdir, propanol 2. Növbəti sualımız, deməli, eyni monoamin monokarbon turşusunun dipeptidinin kütləsi 2m qram olarsa, deməli, x üstə gəlmək x alınıb 2m, təbii ki, burada 18 qramda su, 2x bərabərdir m plus 18-ə, onda x-in də kütləsi bərabər olar m plus 9-a, cavab A bəndi. Deməli, sonuncu sualımız mis və dəmirdən ibarət qarışığın üzərinə əvvəlcə xlorid turşusu əlavə etdikdə ümumi kütlə 20%. Metallardan birinin kütləsi 60% azalıb. Deməli, deyək ki, x plus y qarışığımız var idi. Və xlorid turşusu əlavə etdikdən sonra qarışığın ümumi kütləsi 20, metallardan birinin kütləsi 60% azaldı. Təbii ki, burada reaksiyaya girən dəmirdir. Deməli, əgər dəmirin kütləsi 60% azalıbsa, y-in 60% reaksiyaya giribsə, qalıb 0,4y və 0,6y azalan hissə, deməli, əvvəlki qarışığın 20% imiş. Çünki 20% azalma var. Onda yazaram x plus y 100%, 0,6y-də burada ümumi kütlənin 20%-idir. Buradan qaldı 5, onda 3y bərabərdir x plus y-ə və 2y bərabərdir x-a. Demək ki, qarışığımızın içində y dəmir və 2y-də mis var imiş. Yəni 3y qarışığımız var imiş. İlkin qarışığın kütləsinin həmin qarışıqdakı dəmirin kütləsinə nisbətini tapın. 3y bölmək y. Cavabımız da eləyər 3.